Qoç, məşğul olduğunuz iş nə qədər mürəkkəb olarsa, nəticə bir o qədər uğurlu alınacaq. Yeni sahədə böyük nailiyyətlər qaçılmazdır. Yardımlardan imtina etməyin. Sevdiyiniz şəxslə münasibətlər yeni mərhələyə qədəm qoya bilər. Buğa, yeni məqsədlər, istiqamətlər müəyyənləşdirin. Bir zamanlar məhsuldar əməkdaşlıq etdiyiniz insan maraqlı işgüzar təşəbbüs və ya təkliflə qayıdacaq. Sərfəli saydığınız şərtlərdə israr edin. Vəziyyəti nəzarətdə saxlayın. Əkizlər, təlaşa qapılmayın, narahat olmayın. Sakit və soyuqqanlı olsaz gün uğurlu olacaq. Özünüzə əmin olun. Qətiyyətli davranın. Səfərə hazırlaşmaq, şəraiti dəyişmək olar. Gündəlik işləri də unutmayın. Xərçəng, günün ilk yarısında əhvalınız xoş olmayacaq. Sevinmək üçün səbəblərin az, qəzəblənmək və stres üçün isə çox olduğunu düşünürsünüz. Ətrafınızdakı insanların əsəblərini tarıma çəkərək onların səbrini yoxlamayın. Şir, çoxdan bəri arzuladığınız səyahətə hazırlaşmaq üçün münasib gündür. Başladığınız işləri mütləq bitirin. Tamamilə yeni işlərdə uğur qazanacağınız istisna deyil. Axşam saatlarında dostlarla görüş yaxşı təsir edəcək. Qız, əhatənizdəki insanların münasibəti sizi sevindirəcək. Diqqət mərkəzindəsiz. Arzu və istəkləriniz də diqqətdən kənarda qalmayacaq. Planlarınızdan birini reallaşdırmaq üçün əlverişli zaman seçin. Tərəzi, hər şey yaxşıdır. Darıxmağa vaxt olmayacaq. Qərarları tez qəbul etmək lazımdır. Dəyişikliklərə çevik şəkildə uyğunlaşın. Kiçik maliyyə itkiləri istisna deyil. Alış-veriş sizi razı salmayacaq. Ailə üzvləri ilə mübahisə etməyin. Əqrəb, ünsiyyət, şəxsi işlərin müzakirəsi, yeni tanışlıq və ya əməkdaşlıq üçün əlverişli gündür. Tərəfdaş və ya şərikinizi anlamağa çalışın. Məsləhətləri qulaq ardına vurmayın. Sizi aldatmağa çalışacaqlar. Diqqətli olun. Oxatan, peşəkar fəaliyyət sahəsində ciddi uğurlara nail ola bilərsiniz. Yeni imkanlar yaranır. Şanslardan istifadə edin. Yaxınlarınızdan biri və ya ətrafınızdakı bir neçə insan iş prosesinə müdaxilə etdiyi üçün səhvlərə yol verə bilərsiniz. Oğlaq, günün ilk yarısı sakit, səmərəli keçəcək. Çətin problemləri həll edəcəksiniz. Qətiyyətli və əzmkar olmalısınız. Vaxt keçdikcə həmkarlarınızla dil tapmaq müşkül olur. Təbii ki, bu da işgüzar mühitə təsir edir. Dolça, bir sıra məqamlar baxımından uğurlu gündür. Ətrafınızdakı insanlarla tez dil tapmağa çalışın. Yeni tərəfdaşlarla əlaqə qura bilərsiniz. Bugün sizi ruhlandıracaq biri ilə görüş istisna deyil. Kiçik problemlərin həllinə çox güc sərf etməyin. Balıqlar, enerjili və aktiv olun. Rəqiblərinizi geridə qoymağa çalışın. Bugün səsləndirəcəyiniz ideyalar pis olmasa da, onların hələ ki vaxtı çatmayıb. Sizi anlamaya bilərlər. Uğur qazanmaq üçün fəaliyyət azadlığı olmalıdır.